Sure Ali İmran ayə 187 və 188. Əuzu billah minəşşeytanirracim. Pənah parıq Allaha dərgahdan qovulan şeytanın şərrilərindən. Və iz əxəzəllah və zamani ki tuta Allah misaqə peymani əlləzinə o kəslərlə ki utul kitab verilib onlar üçün kitab litübəyyinənnəhu bəlain ki bəyan eləyə onu linnası cəmaət üçün və la təktumunəhu və gizlətməz onu fənəbəzuhu pəs aşkar elər onu və ra əzuhurihim başlarının dalısından və iştərəv və alışveriş elillah bihi onunla səmənən qəlila ucuz vəçhinən fəbisə və pəs nəpisdü ma o ki yəştərun alışveriş elillah və la təhsəbənnə və belə hesab eləməyin əlləzinə o kəsləri ki yəfrəhunə şad olarlar bima o zada ki əta ilər onlar üçün Allah və yubbunə və süvəllə ən yuhmədu o ki həm dostayiş eləyəsiz siz ya tərifləyəsiz bima o zadı ki ləm yəfəlu əncam vermişsiniz o işi görmüşsünüz fəla təhsəbəhum pəs hesab eləməyin onu bir məfazətin feyzə yetişmək ya ürək arzına yetişmək minəl əzabı əzabdan və ləhum ya uzaq olmaq əzabdan və ləhum və onlar üçün əzabun əlim dərdnak əzab sədəqəllahul əliyyul əzim.